Paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsi 15 ünvanında avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması hadisəsi baş verib. Belə ki, Patrul Az redaksiyasına müraciət edən Nurlan Məmmədov bildirib ki, 21 yanvar 2026-cı il saat 6 radələrində ona məxsus Nissan Patrul markalı nəqliyyat vasitəsinin 10 RY 123 dövlət qeydiyyat nişanı naməlum şəxs tərəfindən oğurlanıb. Onun sözlərinə görə, hadisəni törədən şəxs BYD markalı avtomobillə əraziyə gəlib və təxminən 15 dəqiqə ərzində ətrafı müşahidə etdikdən sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını açaraq ərazidən uzaqlaşıb. 21 yanvar 2026-cı tarixdə səhər evdən çıxıb işə getmək üçün avtomobilə yaxınlaşdım və avtomobilə baxış keçdən zaman məlum oldu ki, mənim avtomobilin arxa nömrəsi yerində deyil. Binanın mühafizəsindən xahiş elədim ki, mümkünsə təhlükəsizlik kamerasına baxış keçsək və aydınlaşdıraq görək niyə nömrə yerində yoxdur. Və aydın oldu ki, səhər saat 6 radələrində mənim olmayan şəxs tərəfindən avtomobilinə başqa maşınla yaxınlaşaraq avtomobilin arxa nömrəsini açıb və naməlum istiqamətə hərəkət edib. Bildirilib ki, dövlət qeydiyyat nişanını geri qaytarmaq üçün hadisəni törədən şəxs tərəfindən Gürcüstan Respublikasının mobil operatoruna məxsus WhatsApp nömrəsi qeyd edilib. Lakin həmin nömrəyə edilən zənglərə baxmayaraq nömrənin işləmədiyi məlum olub. Vətəndaş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölməsinə şikayət etdiyini bildirib. Günay Salayeva, Aslan Nadiroğlu, Patrul Az.